gün sizə antropogenezdə insanların odu əldə etməsi, qoruyub saxlaması, tapması bu haqqda danışmaq istəyirəm. Nədənsə uşaqlar və müəllim hazırlığı zamanı müdavimlər bu hissələri qarışdırırlar. Əslində isə çox asandır. Bütün insanlar, ən qədim insanlar və ilk müasir insanlar, bunların hamısı oddan istifadə etmişdilər. Mənimlə yaşıd olanlar xatırlayacaqlar. Orta məktəbdə tarix müəllimimiz ibtidai icma quruluşundan danışdıqları zaman ilk insanların göydən düşmüş ildırım zamanı yerdə yaranan od parçasını tapdığını, sonra da onu qoruyub saxlayıb, ən sonunda da çubuqları bir-birinə sürtməklə odu əldə edə bildiyini öyrədiblər. Amma biologiyada biz artıq bu insanların adlarını bilirik və sistemləşdirdiyimiz zaman bütün insanların oddan istifadə etdiyini deyə bilirik. Sinantroplar odu qoruyub saxlamağı bacarırlar. Amma bu o demək deyil ki, onlar odu əldə etmişlər. Odu əldə etmək başqa bir şeydir. Yəni odu yaratmaq başqa bir şeydir. Odu qoruyub saxlamaq başqa bir şeydir. Tutaq ki, ildırım düşdü, od parçası yarandı. Həmin o sinantroplar od parçasını öz mağaralarında ətrafını daşqalaq etməklə qoruya bilərdilər və yaxud da üzərinə daim ot çöp əlavə etməklə odun yanmağa davam etməsini təmin edə bilərdilər. Odu sönməyə qoymazdılar. Onsuz da bilirsiniz ki, sinantropların yaşadıkları mağaralarda hündürlüyü bir neçə metrə çatan ocaq qalıntılarından təsadüf olunur. Bu da onların odu qoruyub saxlaya bildiyinin bir sübutudur. Odu ilk dəfə əldə edənlər isə qədim insanlar, yəni neandertallar olmuşdu. Təbii ki, odu əldə edən insanlar qismində Kramoniyanların da adını çəkə bilərik, amma ilk dəfə odu əldə edənlər soruşsa, neandertalları götürmək lazımdır. Deməli, odu ilk dəfə tapanlar pitekantroplar olar, odu qoruyub saxlayanlar sinantroplar olar, odu əldə etməyə bacaranlar neandertallar olar. İlk dəfə olaraq söylədim. Yoxsa hamısı oddan istifadə edə bilirdi. Neandertallarla paralel Kramonyonlar da odu əldə edə bilirdi. Videonu bir sual ilə yekunlaşdırmaq istəyirəm. Deyin görək, bu insanların hansında qaş üstü yastıqçığa da, çənə altı çıxıntıya da təsadüf etmək olardı?